Yine Azerbaycan'dan bir haber var sırada. Bu etkinliklerle birlikte Azerbaycan'da ayrıca Tahran Büyükelçiliği'nde Karabağ şehitleri için anma programı düzenlendi. Etkinlikte Türkiye'nin ve Cumhurbaşkanı Recep Tayyip Erdoğan'ın desteğine de dikkat çekildi. Bir millet, iki devlet anlayışının kendini çok net gösterdiği ifade edildi. İkinci Karabağ Savaşı'nda şehit düşen kahraman Azerbaycan askerleri Tahran'daki Azerbaycan Büyükelçiliği'nde düzenlenen törenle anıldı. Programa Azerbaycan Tahran Büyükelçisi Ali Alizade başta olmak üzere birçok yetkili ve Tahran'da yaşayan Azerbaycan vatandaşları katıldı. Törende şehitlerin fotoğrafları sergilendi, fotoğrafların bulunduğu yerlere karanfiller bırakıldı. Azerbaycan Tahran Büyükelçisi Ali Alizade etkinlikte yaptığı konuşmada savaşın kazanılmasıyla birlikte Azerbaycan'ın toprak bütünlüğünün yeniden sağlandığını ifade etti. Bu tarixdə 27 sentyabr 2020-ci il tarixdə Ermənistanın Azərbaycana qarşı başlatdığı növbəti təxribatlara cavab olaraq Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə eyni zamanda xalqımızın möhkəm birliyi, dəstəyi ilə şanlı ordumuz, şanlı qəhrəman igidlərimizin şücaəti nəticəsində 30 illik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Törene katılan Azerbaycan vatandaşları ise bu savaşta Türkiye'nin, Cumhurbaşkanı Recep Tayyip Erdoğan'ın ve Türk askerinin verdiği maddi ve manevi desteği hiçbir zaman unutmayacaklarını belirtti. Türkiyənin dəstəyi bizim üçün doğrudan da çox önəmlidir, mən belə düşünürəm. Sayın Recep Tayyip Erdoğan'ın dəstəyi, şəxsən onun həmişə çıxışlarında vurğulaması ki, biz Azərbaycanın yanındayıq. Həm belə deyək, həm təlimlərdə bizim əsgərlərimizə keçirilən təlimlər olsun, həm silah-sursat yardımı olsun, həm mənəvi dəstəyi olsun. Yəni biz həm Türk xalqına, həm də onun rəhbərliyinə həmişə minnətdarıq. Biz doğrudan da bir millət, iki devlətlik, bunu bir daha sübut etdik və doğrudan da qardaşıq.